sələflərdən Həbib Əbu Muhammed Əl-Fərisi, onun zövcəsi qadın gecə namazına öz yoldaşını oyalarkən deyərdi ki, qum ya Həbib, qalx ey Həbib, fə innət tariqə bəid, gedəcəyimiz yol uzundur, və zədunə qalil, azuqəmiz isə azdır. Və qavafilu salihinə qad sərət min beynə əydinə və nəhnu qad bəqinə. Salihlərin qafiləsi, karvanları artıq əlimizin arasından keçdi, getdi. Biz isə qaldıq. Və fikir verin sələflərin həyatında nə cür olublar. Fikir verin sələflərin həyatında nə cür olublar. Və Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, möminlər haqqında, müttəqilər haqqında, salihlər haqqında buyurur ki, biz də onlardan olmağı istəyirik. Allahümə cealnə minhum, bizi onlardan et. Zərriyyat surəsinin 17-18-ci ayələrində buyurur ki, Kənu qalilən minəl-leyli mə yəhcəun. Müttəqilər o kəslərdir ki, onlar az yatırdılar. Və bil-əshərihum yəstəğfirun. Və onlar səhər vaxtlarında istiğfar edirdilər. Və fikir verin qardaşlar, möminlərin, müttəqilərin, salihlərin sifətindən idi ki, onlar az yatırlar. Və bugün eşidirik ki, sağlam yatmaq üçün 8 saat, 10 saat. Möminlərin sifətindən deyil bu qardaşlar. Möminlərin sifəti yataqlarının soyuq qalmasıdır. Və həmçinin Səcdə surəsində Allah azza və cəllə buyurur ki, Tətəcəfə cunubuhum anil mədaci'i. Onlar öz yanlarını yataqlarından qaldırarlar. Yəd'unə rabbəhum xavfə və təma'a. Ümid və qorxu ilə Rəblərinə dua edərlər. Və mimmə razəqnəhum yunfiqun. Və Allahın onlara verdiyini onlar Allah yolunda xərcləyirlər. Və sonra buyurur ki, fələ ta'ləmu nəfsum mə uxfiyə ləhum min qurrati a'yunin cəzəən bimə kənu ya'məlun. Və etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinç gətirəcək nə cür nemətlər saxlandığını heç kəs bilməz. Və Həsən el-Basri rahimehullah, Allah Nəbisi sallallahu aleyhi və səlləmin bu hədisi barəsində buyurur ki, Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, mən kəthrat salatəhu bil-leyl həsunə vəcəhəhu bin-nəhar. Kimin gecə namazı çoxalarsa, artarsa, onun gündüz üzünün gözəlliyi çoxalar. Üzü gözəlləşər. Və Həsən el-Basri rahimehullah buyurur ki, niyə gecə ibadət edənlərin üzü nurludur? Cavab olaraq buyurur ki, çünki onlar Rəhmən ilə xəlvətə çəkilənlərdir. Və Allah subhanahu wa ta'ala da onlara öz nurundan geyindirdi. Subhanallah. Və fikir verin, gecə ibadət edənlərin xüsusi fəzləti və Allah azza və cəllənin qatında da onlara nur vardır.